Salam, xoş gördük sizləri, hörmətli abituriyentlər. Bu günləri Dövlət İmtahan Mərkəzinin yeni nəşr 3-cü qruplar üçün test toplusu ilə tanış olacağıq. 20 sınaq test toplusunun sınaq 1-in izahına başlayırıq. Deməli, test bizdə Azərbaycanda Ərəb əsarəti, Əmmavilər surəsinin hakimiyyət dövrü və Abbasilər surəsinin hakimiyyət dövrü. Əmmavilər surəsinin hakimiyyət dövrü Azərbaycanda 661-750-ci ildir. Abbasilərin hakimiyyət dövrü isə 750-1258-dir. Deməli, biz burada 750-1258-ci ildir. Əmmavlərin hakimiyyət dövrünə biz diqqət eləyək. Burada baxsaq, A variantı uyğun gəlir. Sonra Xəzər xaqanlığı ilə toqquşmalar bu ilk xəlifələrin dövrünə aiddir. Bir də əhalinin siyahıya alınması, vergilərin artırılması. Demək, birinci testdə şərtinə A-nan C. Biz A-nan C olan variantlara diqqət eləsək, digər variantların üstündən xətt çəkirik və A-nan C olan variantlara diqqət yetiririk. İkinci testin ikinci şərtinə baxaq. Əbbasilər surəsinin hakimiyyət dövrü. Əbbasilər surəsinin hakimiyyət dövrünə diqqət eləsək, Dəbil əmrliyinin mərkəzinə çevrilməsi, bu humanist xəlifələr dövrünə aiddir, Rəşidiyyə xəlifələrin dövrünə. Hərbi qənimətlər kimi, belə deyərdim, rəhbərlik Abbaslərin hakimiyyət dövründə xumus vergisinin ödənməsi bu B variantı aiddir. Demək, cavab burada birinci testdə B variantıdır. Xürrəmlərin Həştadsar döyüşündə məğlub edilməsi, Xürrəmlər Həştadsar döyüşündə qalib gəlmişdir. İkinci testə baxaq. Göstərilənlərin aid olduğu şəhəri müəyyən edilir. Albaniya dövlətinin paytaxtlarından biri idi. Azərbaycanda Ərəb Əmirliyinin canişinlik mərkəzi olmuşdur. Bura biz baxsaq, Azərbaycan paytaxtı 5 Qəbələdir, 4 də Bərdədir. Ərəb Əmirliyinin mərkəzi şəhəri isə Bərdədir. Arranın anası adlandırılır. Demək, cavab burada D variantı. Bu aşağı isə Cənubi Azərbaycana düşən ərazilərdir. Ərəb Əmirliyinin mərkəzi olmamışdır. Sonra 3-cü testə diqqət eləyək. Eramızdan əvvəl 60-cı illərində Roma qoşunu Azərbaycan yürüşlərinə aiddir. Fraspa döyüşü eramızdan əvvəl 30-cu illərə aiddir. Bu aid deyil. Sonra Albaniya və Roma hərbi qüvvələr arasında döyüşlərin baş verməsi. Cavab burada B variantıdır. Albaniya dövlətinin Romaya qarşı Parfiyanın müttəfiqliyinə çevrilməsi. Bu təhlükə var idi. Bu 60-cı illərə aid deyil. Azərbaycan Roma imperiyasının əsarəti altına düşməsi belə olmayıb. Sonra hökmdar Kostin Qanıq döyüşündə məğlub edilməsi. Bu da 60-cı illərə aid deyil. 4-cü testə diqqət eləyək. Daha sonra baş vermişdir. Bu xronoloji testdir. Xronoloji testə diqqət edək. Ən axırda baş verən hadisəni biz buradan seçəcəyik. Kutilərin Akkad dövlətinin varlığına son qoyulması eramızdan əvvəl 23-cü əsrə aiddir, 22-ci əsrə aiddir. A variantı deyil. İstisna tayfaların Azərbaycan axınının başlanması eramızdan əvvəl 7-ci əsrə əvvəlləridir. Sonra Azərbaycanın cənubunda dövlət qurulmaları 23-cü əsrə aiddir. Bu da D variantı da deyil. Manna adının ilk dəfə qaynaqlarda çəkilməsi. Bu 9-cu əsrə aiddir. 843-cü ildə. Bu da aid deyil. Paytaxtı İzurtun Assuri hökmdarı Aşurbanipal tərəfindən dağıdılması. Bu eramızdan əvvəl 650-ci ilə aiddir. Burada cavab E variantıdır. 5-ci testə diqqət edin. Ərəb xilafətinin hakimiyyətə gələn Əmmavilərin sülaləsi vergi siyasətinə getdikcə sərtləşdirirdi. Yerli əhali ilə ərəblər arasında fərqlərin qoyulması əsarət altında olan xalqların xilafətə qarşı etiraz çıxışlarının baş verməsinə səbəb olurdu. Belə çıxışlardan biri də Azərbaycanda müsafir başçılıq edirdi. Burada bizdən nə soruşur? Həm Babəkin, həm müsafirin oxşar xüsusiyyəti. Biz testlərin diqqətlə nəzər salsaq, Əmmavilər müsafirin dövründədir. A variantı deyil. Üsyan 8-ci əsrin 2-ci əsrində başçılıq etmələri. Babək 9-cu əsrin əvvəllərində üsyana rəhbər edir. Bu da deyil. Mübarizə Araz çayının cənubunda biri Babəkin üsyana rəhbər etdiyi hərəkat Azərbaycanın cənubunda, müsafir isə Azərbaycanın şimal hissəsində olmuşdur. Demək, C variantda deyil. Ərəb əsarətindən azad olmağa çalışmaları. Bəli, cavab burada D variantı. Məzdəklərin ideyalarını davam etdirirdi. Xürrəmi hərəkatı idi. 6-cı testə diqqət eləyək. Erkən Tunc dövründə Azərbaycanda
Erkən Tunc dövründə Azərbaycanda demək kollektiv dəfn etmə adət meydana gəldi. Cavab burada A variantıdır. Bunların ikinci ictimai əmək bölgüsü Orta Tunc, sənətkarlıq müstəqil sahə çevrilməsi Orta Tunc, erkən şəhərlər Orta Tunc, ayaq ilə gətirilən duluz çarxları Son Tunc. Cavab burada A variantıdır. Manna dövlətinin tarixində eramızdan əvvəl 7-ci əsrin 70-50-ci illərində baş vermiş hadisələri bizdən soruşulur. Demək ki, 70-50-ci illər Ahşerin hakimiyyəti dövrünə düşür. Mahşerin Assuriya torpaqlarına hücum etməsi bəli 1, xalq üsyanı nəticəsində hakimiyyətdən devrilməsi 2. Bunlar 7-ci eramızdan əvvəl 7-ci əsrə aiddir. 7-ci əsrə aiddir. 3, 4, 5-ci variantlar isə yəni canişin sisteminin yaradılması. Bu İran-Zuan dövrünə düşür 8-ci əsr. İskit tayfalarının işğalçı hücumlarına qarşı mübarizə aparılması. Bu eramızdan əvvəl 7-ci əsrin əvvəlləridir. Sonra Urmiya gölünün şimalında yerləşən Man ərazilərinin Urartu əsarətindən azad edilməsi. Bu da 8-ci əsrə aiddir. Deməli, cavab burada 1-2 olan variantı seçəcək. B variantı. Sonra hadisə və nəticə əlaqələrinin doğruluğu verildiyi cavabı müəyyən edin. Cavanşirin öldürülməsi, Mehranilər sülaləsinin hakimiyyətinin sona çatması. Mehranilər sülaləsinin hakimiyyətinin sona çatması Varaz Tirdadın dövründədir. Demək, Cavanşirin dövründə başa çatmayıb. Sonra Həmədan döyüşü ərəblərin Xürrəmləri məğlub edərək. Xeyr, Xürrəmlər ərəbləri məğlub edib. Abbasilər sülaləsinin hakimiyyət dövründə Azərbaycanın cizyə vergisinin alınmağa başlanması. Cizyə vergisi ümumi ərəb işğallar dövründə Azərbaycana alınmağa başlanıb. Urnayrın Albaniyada hakimiyyətə gəlməsi, xristian dövlətinin edilməsi. Bəli, cavab burada D variantıdır. Sonra Amid döyüşündə olub, ancaq Amid döyüşünə qalib gəlmişdir. Dizrav döyüşü isə 371-ci ildir. Amid döyüşü 359-cu ildir. Albaniyanın itirilmiş torpaqların geri qaytarılması isə 387-ci ildir. 9-cu testə baxaq. Qədim Atropatena və Albaniya dövlətlərinin mədəniyyətinə aid oxşar cəhət. Bunların hər ikisi deməli həm Atropatena, həm Albaniya Makedoniya İskəndərin imperiyasının təsirində olduqlarına görə Yunan mədəniyyətinin təsirinə məruz qalmışdılar. İkisinin də hökmdarı ayrı-ayrı şəhərlər yaratmışdır. Cavab burada B variantıdır. Möhürlər misal üçün deyək Albaniyada olub, hieroqlif yazı olmayıb, təqvimdə yaradılması heç birinə aid deyil. 10-cu testə baxaq. Manna hökmdarı Ahşeri, Atropatena hökmdarı Artabazadın arasında ümumi cəhət. Buranın ikisinin də ümumi cəhəti A variantıdır. İkisi də müttəfiqlərlə o müttəfiq olduğu dövlətlərin əlaqələrinin pozulması. Ahşeri Assuriya ilə ittifaqda idi. İskitlərlə ittifaqa girdi, Assurlarla əlaqələrini pozdu. Artabazad da Parfiya ilə əlaqədə idi. Parfiya gördü ki, Atropatena dövlətini tutmaq istəyir, Roma ilə əlaqəyə girdi. Demək, burada nə B, C, D, E variantları. Heç biri ikisinin oxşar cəhətləri deyil. 11-ci testə diqqət eləyək. Eramızdan əvvəl 6-cı əsrə aiddir. 6-cı əsrə aid olan hadisəni biz buradan seçməliyik. 6-cı əsrə aid olan hadisə deməli, Midiya dövlətinin Assuriya əsarətindən tamamilə azad olunması. Bu eramızdan əvvəl 7-ci əsr, sonra Manna dövləti ilə Assuriya arasında Sirdakı, bu 714. Urmiya gölü ətrafında İskit dövlətinin yaranması eramızdan əvvəl 7-ci əsr. Azərbaycan torpağının Əhəməni dövlətinin əsarətinin altında olması. Bəli, eramızdan əvvəl 550-ci ildir. Makedoniya üsyanı Cənubi Qafqaza yürüşü isə 4-cü əsrə əhatə edir. Demək, bu da aid deyil. 12-ci testə baxaq. Albaniya dövləti ilə Arşaki sülaləsinin hakimiyyət dövründən fərqli olaraq Mehranilər sülaləsinin hakimiyyət dövründə. Demək, Sasanilər dövləti ilə müttəfiq olaraq bu Arşakilərə aiddir. Mehranlara aid deyil. Xəzərlərlə xilafətə qarşı ittifaqın yaratması. Xəzərlərlə xilafətə qarşı ittifaq yaratması. Bu deməli deyil, B variantda deyil. Sonra
Mehran Surası'nın demək hakimiyyəti dövründə ərəblər hücumlarına qarşı mübarizə aparmışdır. Kim? Cavanşir. Deməli, cavab burada C variantıdır. Arşaklar ərəblərə qarşı mübarizə aparmamışdır. Paytaxtın yeni şəhərə köçürülməsi Mehranlar Surası'nın hakimiyyət dövründə olmayıb. Arşakların hakimiyyət dövründə olub. İnzibati cəhətdən küstahlara bölünməsi də Arşakların dövründədir. Sonra 13-cü testə baxaq. Enner-Venn diaqramında Manna dövləti və İskit dövlətinin oxşar və fərqli cəhətlərin bizdən tələb olunur. Demək, biz bura diqqət eləsək cavaba. Manna dövlətinə aid olan demək, Urartu dövlətləri arasında bir hissəsinin işğal edilməsi. 1-ə B-ni götürəcək biz buradan. Deməli, 1-ə B, sonra İskit dövlətinə aid olana biz diqqət edəsik, 2-yə götürəcək C-ni, Eramızdan Midiya əzəlində qələb 2-yə götürəcək C-E. Deməli, 2-yə götürəcək C-ni, E-ni, oxşar cəhətdə 3-də A-dır. Cavab burada, testin cavabı A variantıdır. Hər ikisi də 7-ci əsrin 1-ci əsrində Asuriya dövlətinə qarşı mübarizə aparmışdır. Həm Ahşeri, həm İskitlər. Ahşeri də İskitlərdən dəstək alıb, onlara qarşı mübarizə aparmışdır. 14-cü testə diqqət eləyək. 14-cü testdə deyilir, Azərbaycanda paleolit dövrünə fərqli olaraq neolit dövründə. Demək, əhali yığcıqla məşğul olurdu. Bu, paleolit dövrünə aiddir. Təbiət qüvvələrinin inam meydana gəldi. Paleolit dövrünə aiddir. İstehlak təsərrüfatı tamamilə formalaşdı. Bu da paleolit dövrünə aiddir. Heyvanların ovlanmasında ox və kamadan istifadə olunurdu. Bu isə neolit dövrünə aiddir. Təsərrüfata bastırıb bostunda su yer tuturdu. Bu isə heç birinə aid deyil. Bu əsasən Tunc dövrünə aiddir. Deməli, cavab burada 14-də D-dir. 15-ci testə baxaq. 457-463-cü illərdə Albaniyada Sasan hakimiyyətə qarşı azadlıq hərəkatı başladı. Hökmdar 1-ci Vaç hakimiyyətdən uzaqlaşdırdı. Bu, 1-ci Vaçın hakimiyyət dövrü 3-cü əsrə aiddir. Bu deyil, A variantı deyil. Sasanilər Albaniyanın daxili müstəqilliğinə son qoydu. Bəli, cavab burada B-dir. 1-ci Mərzibanlıq dövrüdür. 463-487. Ölkə ərazisi Hayland Hunların əsarəti altına keçdi. Xeyr, bunlar məğlub olub. Kolt və Girdiman 387-ci ildə geri qaytarılan ərazilərdir. Bu ərazi döyüşdə Dicrav döyüşüdür 371-ci ildə. Mehranilər Surasının hakimiyyətinə son qoyuldu. Bu da bizim Mehranın 705-ci ilindədir. 457-463-cü il hadisələrinin cavabı B variantıdır. 16-cı testə diqqət eləyək. Müasir xəritədə ulduzla qeyd edilmiş ərazinin Orta Tunc dövrünə aid səcivə xüsusiyyəti müəyyən edin. Biz bura baxsaq, ulduzla olan əraziyə baxsaq, qədim insanın alt çənə sümük tapılıb. Erkən şəhər mərkəzləri meydana gəlməsi. Bəli, bu ərazi Naxçıvan ərazisidir. Erkən şəhər mərkəzləri meydana gəlib. 2-ci Kültəpə. Demək, qədim insana aid alt çənə sümüyünün aşkar edilməsi. Bu, Qarabağa aiddir, Füzuliyə aiddir. İlk dəfə evlərin içində dini bərgahların inşa edilməsi. Bu, Xaçmazda olmuşdur. Yəni, Erkən Tunc dövrünə aiddir. Orta Tunc dövrünə aid deyil. Qədim demək, elm mədəniyyətinə aid ümumi nümunələri mövcud olması. Bu da demək 4-cü əsrə aiddir. Katakomba qəbirləri də Alan tayfalarının dövrünə aiddir. Demək, B, C, D, E aid deyil. 17-ci testə baxaq. Əhəməni ağalığı dövründə Azərbaycanda. Əhəməni ağalığı dövründə Azərbaycanda baş vermiş hadisələr. Azərbaycan şimalında ilk quldar dövlətinin meydana gəldi. Xeyr, Əhəməni ağalığı dövründə Azərbaycan onların təsiri altında dövlət meydana gəlməyib. Sonra Kiçik Midiyada Qavmata üsyanı baş verdi. Bəli, cavab burada B variantıdır. Sonra İranzu tərəfindən Manna canişinlik sistemi yaradıldı. İranzu dövləti, yəni Manna dövləti olanda Əhəməni dövləti yox idi.
Atropatena dövləti gördükdə isə Əhəməni dövləti olan dövrdə Atropatena dövləti də olmayıb. Qavamaqela döyüşündə, yəni belə bir söz deyim, Makedoniyalılara məğlub edildi. Makedoniya Əhəməni dövlətini məğlub etdi və nəzərimizdə saxlar ki, Əhəməni dövlətinin dağılmasından sonra Atropatena dövləti yaranıb. Amma Əhəmənilərin dövründə Atropatena bir ərazi idi. Yəni Azərbaycan kiçik Midiya, böyük Midiya, bu kiçik Midiya idi və onların təsiri altında idilər Əhəmənilərin. 643-cü ildə ərəb qoşunlarının Cənubi Azərbaycana daxil olması nəticəsində deməli, ərəblər Azərbaycana mərzbanasa sülh imzalandı. Demək, xilafət tərəfindən Azərbaycana işğalı başa çatdırıldı. Ərəncər döyüşündə Xəzərlər məğlub edildi. Alban hökmdarı Cavanşirin hakimiyyətdən uzaqlaşdırıldı. Araz çayının şimalındakı vilayətlərin idarəsi ərəb canişinlərinə həvalə edildi. 643-cü ildə Cənubi Azərbaycana gələndə burada sülh müqaviləsi imzalandı. Ərdəbil sülh müqaviləsidir və ərəblərin şərtlərini qəbul elədilər və az miqdarda vergi verməklə həm də İslam dinini qəbul edilib ərəblərə tabe oldu. Xilafətin tərəfindən Azərbaycan işğalı isə 705-ci ildir, yəni 643-cü ilə deyil. Bələncər döyüşündə Xəzərlər məğlub edildi. Bələncər döyüşündə Xəzərlər qalib gəldi, məğlub edilməyib. Alban hökmdarı Cavanşirin hakimiyyətdən uzaqlaşdırıldı. Alban hökmdarı Cavanşir sui-qəsd nəticəsində ölmüş, hakimiyyətdən uzaqlaşmışdır. Yəni sağ olduğu dövrdə hakimiyyətdən uzaqlaşmayıb. Araz çayından şimaldakı vilayətlərdən idarəsi ərəb canişinə həvalə edildi. Bu da aid deyil, 643-cü ilə aid deyil. Sonra 19-cu testə baxaq. Xəritədə paytaxtları ulduzla işarələnmiş dövlətlərin 3-4-cü əsrlərdə Cənubi Qafqaza hücumlara aid doğru bəndləri müəyyən edin. Biz bura diqqət eləsək, nəyə diqqət eləyəcək? Deməli, 3-4-cü əsri biz nəzərə salsaq, bu ərazilərə Romalılar yürüş etmişdir. Romalılar yürüşü dövründə demək, 3-4-cü əsrə nəzərimizə salsaq, Sasani dövlətlə müharibələr aparılması, demək, bu Romadır. Dizrav döyüşünə qalib gələrək Albaniyanın bəzi bölgələrini işğal etməsi. Demək, cavab burada 1 və 2-dir. Cavab testin şərtində A variantı. 20-ci testə baxaq. Xilafətin Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasətə aiddir. Xilafətin Azərbaycanda demək, iqtisadi siyasətə nəzər salsaq, biz burada uşaqlar çaşmayaq, iqtisadi sözü nəzərimizdə saxlamalıyıq. Deməli, ərəb tayfalarının Azərbaycanda strateji ərazilər bu torpağa aiddir. Yəni, sosiala aiddir. Bu iqtisadiyyata deyil. Bütpərəstlərlə zorla müsəlmanlaşdırılması bu dindir, yəni aid deyil. Rabatların yaradılması, vergi, pul islahatı əsasında dövriyyədən Sasani və Bizans pulları çıxarılması. Bəli, cavab burada D variantıdır. Nə A da deyil. İlk xəlifələrin dövründə əhali əmlakı sayı alınması. Bu, Əmmavilərin dövründə olmuşdur. Demək, E variantı deyil. 20-ci testdə cavab D. 21-ci testə baxaq. 1-ci əsrdə Albaniya dövləti üçün təhlükə törədirdi. 1-ci əsrdə Roma 1-ci əsrdə baxsaq imperiya idi, yəni respublika dövrü deyildi. Sonra Alan tayfalarının Azərbaycana yürüşüdür. Yürüşünə biz diqqət eləsək, 72, 74. Demək, biz 2-ni götürəcək. Parfiya dövləti də Albaniya dövlətinə təhlükə yaradırdı. Ona görə də Alban hökmdarları da Roma imperatorları ilə əlaqəyə girmişdilər ki, Parfiya təhlükəsindən uzaq olsun. Cavab burada B variantıdır. 22-ci testə diqqət eləyək. Alban hökmdarı Cavanşirin Xəzər xaqanlığı ilə Ərəb xilafəti ilə apardığı diplomatik danışıqların ümumi nəticəsi. Demək, burada ümumi nəticə götürsək, Albaniya daxili müstəqilliyə son qoyulması xeyr, A variantı deyil. Sonra Cavanşir hər iki dövlətinin vassal asıllığını qəbul etməsi. Bəli, cavab B-dir burada. Hər iki, belə dedim, həm ərəblərin, həm Xəzərlərin vassalı oldu.
Albanların ödədikləri xaraq vergisi 3/1 qədər azaldılır. Bu ərəblərə aiddir. Bizansa qarşı ittifaqın yaradılması da aid deyil. Albaniyanın idarəsinin mərzibanlara həvalə edilməsi xeyr. Cavab burada B variantıdır. 23-ə baxaq. Eyni əsrdə baş vermişdir. Demək, biz burada hadisə seçməliyik ki, ikisi də bunların eyni əsrdə baş versin. Cənubi Qafqaz uğrunda Sasani-Bizans müharibələri 1 götürəcək. Alban sərkərdə Cavanşirin Sasani şah tərəfindən mükafatlandırılması. Bunların ikisi də 7-ci əsrə aiddir. Safalan döyüşü bu 8-ci əsrə aiddir. 8-ci əsrə aiddir. Sonra Albaniyada Arşaklar sülaləsinin hakimiyyətə gəlməsi. Bu da 1-ci əsrə aiddir. Deməli, cavab burada 1 ilə 2-dir. 24-cü testə baxaq. Manna və Midiya dövlətlərinə aid oxşar cəhətləri müəyyən edin. Biz burada elə bir hadisə seçməliyik ki, bunların ikisinin də oxşar cəhəti olsun. İkisi də 6-cı əsrdə süqut etmələri. Bəli, biri Manna dövləti 590-cı ildə Midiya tərəfindən süqut edilib. Midiya dövləti də 550-ci ildə Əhəməni tərəfindən süquta uğradılıb. Sonra Əhəmənilərin hücumlarına məruz qalması. Midiya məruz qalıb, ancaq Manna dövləti məruz qalmayıb. Demək, 2 deyil. Assuriya dövlətinə qarşı mübarizə aparılması. Bəli, burada cavab 1 və 3-dür. Həmi Manna, həmi Atropatena, həmi Manna, həmi Midiya Assur dövlətinə qarşı mübarizə aparmışdır. 25-ci testə baxaq. Eramızdan əvvəl 22-ci əsrə aid 22-ci əsrin əvvəllərində Kutlu dövlət qrupuna aid olanları müəyyən edin. İki çay arasında mövqenin zəifləməsi xeyr, güclənib. Akka dövlətin süqutuna uğradılması 1, Türk mənşəli Sualla tərəfindən idarə edilməsi 2, 3. Assuriya dövləti ilə siyasi xeyr, bu da aid deyil. Demək, cavab burada 2 və 3-dür. 26-cı testə diqqət eləyək. Xronoloji hadisələr bizdən soruşulur. Xronoloji hadisələr. Demək, Atropatenanın Sasani imperiyasının tərkibinə qatılması. Bu, demək, 227. Xilafətin tərəfindən ərəblərin Azərbaycana köçürülməsi. Bu, 7-ci əsr. Albaniyanın Dizraf döyüşünə itirdiyi. Bu, 387. Aqen Kilsə Məclisi 488. Deməli, biz götürəcəyik birinci 1-i, sonra 3-i, 1, 3, 2, 4. Demək, 1, 3, 2, 4. 27-ci testə diqqət eləyək. 27-ci testə diqqət eləyək. Demək, burada 7-ci əsrə aid olan hadisələr bizdən soruşulur. Urartunun Manna ərazilərinə hücumu son qoyulması. Bu 8-ci əsrə aiddir. Demək, biz A-nı götürməyəcəyik. Azərbaycan ərazisində türk mənşəli dövlətin əsasının qoyulması. Deməli, biz götürəcəyik nə? B-ni. Sonra İskit dövlətinin Midiya tərəfindən işğal edilməsi. Bu 7-ci əsrə aid deyil. Sonra deməli, B-ni götürdük. Lullubi tayfasının dövlət qurumuna çevrilməsi. Bu da aid deyil. Sonra 6-cı əsrə baxaq. İskit dövlətinin Midiya tərəfindən işğal edilməsi. B, C. 2-ci Kirin Massaget tayfalarından mübarizədə öldürülməsi. Demək, cavab B, C, D. Sonra, gəldik situasiya testlərinə, mənbə suallarına. Demək, Sasani dövlətinin 5-ci əsrin sonlarında əhalinin iqtisadi vəziyyəti ağır idi. Belə bir şəraitdə əhali arasında mərkəzi hakimiyyətə qarşı 481-529-cu illəri əhatə edən etiraz hərəkatı başladı. Bu hərəkat Atropatena ərazisində və geniş yayılmışdır. Hərəkat nümayəndələri xeyrin şər üzərində qələbəsinə inanırdılar. 1-ci Qubadın dövründə
hərəkət daha da geniş vüsət aldı. Demək, biz burada ümumi nə istəyirik? Mənbədə bəhs edilən hərəkatın əvvəlləri mövcud olduğu hansı din? Bu manidir. Sonra mənbədə bəhs edilən hərəkat əsas idеyalar haqqında fikir, ədalətli cəmiyyət qurmaq. İkinci, əmlakın bərabər şəkildə bölünməsi. Sonra 30-a baxaq, mənbədə bəhs edən hökmdar hakimiyyətini yenidən bərpa etdi. Demək, birdə neynədir? Məzdəkilər təlimin hərəkatını yatırtdı. İkidə bütün feodallar tərəfindən, belə deyərdim, feodallar tərəfindən çıxış elədi və Məzdək də öldürüldü, edam edildi. Yenə də əlavəniz olsa bizə yaza bilərsiniz. Sınaq 1-in izahı bu qədər. İnşallah gələn dəfə sınaq 2-nin izahını verəcəm. Uğurlar.